Hər bir kəsə salam. Deməli, gəlmişəm indi maşının yanına. Yolumuz Qırmızı Körpüyədir. Oradan da Gürcüstan, Tiflis. İşimizə davam edirik. Dünən gəldim, çatdım. Bugün də aparım, yükü təhvil verim. Görək Qırmızı Körpüdə nə qədər növbə var, neçə maşın var bilmirəm. Maşın yenə bərbad vəziyyətdədir. Bütün palçıq, toz. Aha. Maşın açığa düşdü yerə. Görüm ya Gürcistan'da ya da Türkiye'de yürütürebilsem yürütüreceğim maşını. Maşını kodlamışıq. Yolumuz Tiflisədir. Aparaq Peter'dən gətirdiyimiz malı boşaldaq. Oradan sonra görək nə edirik, nə edirik, necə edirik. Hər şey əladır. Maşın hava yıxsın. Tərpənən yolumuza gedək. Yenə 500 qapıya qədər 500 km yolumuz var, məsafəmiz var. Gedək çataq ora. Görək nə qədər növbədə maşın var. Növbədə maşın azsa tez keçəcəyik, çoxdursa nə bilim gözləyəcəyik bir gün, 2 gün. Yaxşı olar. Gedək zapravka eləyəsiz, baklarımızı dolduraq. Ondan sonra yolumuz Qazax Qırmızı Körpü gömrüyünədir. Gəldik, çatdıq zapravkaya, Sokara. Polnu bak eləyək. Bütün bakları inşallah sonra yolumuza devam ederiz. Ağzına başlanmayı oturacak. Taktı. İnşallah. İndi gəlmişəm kofe almağa. Burada Kofe Line'ın kofeleri olur. Çox dadlı verirlər kofeni. Salam aleyküm abi. Kofe americano. Şekersiz? Ha, şekersiz. Kofemi aldım. Burada Türk üzerinden İraqa gedən böyük maşınlar var. Bunları bak, orada Niva var. Polis maşını deyək də, yollar mühafizə edir. O aparır. O bunları düz Qırmızı Körpüyə qədər aparacaq. Çünki bu maşınlar normal tırlardan uzundur, amma hal-hazırda uzun deyil. Amma hündürlükləri çoxdur. 4000 danışdım. 4 metr 70, 4 metr 80'dir. Ona görə bunları konvoyla aparırlar da. Nəfər deyirlər azəbi, kartezlə aparırlar. Yəni yoxsa gedə bilməzlər, cərimələnərlər. Mən də kofemi aldım, kofemi içə-içə gedəcəm, yoluma davam edəcəm. Hələ ki baklar dolmayıb, qoy dolsun. Sonra gedəcəyik. Ha, bəsdir. Burada doldurduq, ödəniş eləyə çıxaq. Salyakanı doldurduq, baklarımızı doldurduq. Bilmirəm neçə dəqiqə elədi, rahat bir 40 dəqiqə, 50 dəqiqədir buradayım. İndi yavaş-yavaş tərpənim, hava yıxsın tərpənim. Yolumuz uzundur. Hələ mənim rahat 60 kilometrim var. Görək. 60 kilometrim var, nədir? 67 kilometr yol gəlmişəm. Hələ 440 kilometr zat yolum var. Görək xeyirlisi. Hava yıxsın, təkrar edirəm, tərpənim, gedim. Gün də yavaş-yavaş batır. Orada 200-də bir damız görsəniz. Yavaş-yavaş gün də batır. Rahat səliqə ilə gedəcəyik.
Axşamınız xeyir. Saat 23:11-dir. Mən o gömrüyə çatdım demək olar. İndi buradan növbə götürəcəm. Hələ ki bilməm nə qədər növbəmiz var. Biraz zapravkada Nastiramı çorladılar. Dedilər növbə çoxdur. Amma inanmadım mən o növbə çox olmağına. Boşluq olmalıdır. Burada növbəmizi götürəcəyik. Şlaqman yanında. Burada inanmıram mən növbə çox ola. Bir boşluqdur. Növbəmizi götürək, deyəcəm sizə nə qədər növbə var. Növbəmi götürdüm. Düz deyilmiş, zapravkada işləyən. 700 maşın var, təqribən 2 günlük yol etdi. Görək. Mən belə planlamamışdım, amma eybi yoxdur, qismət. Tərəzidən keçim, gedim maşına yer tapayım, saxlayayım. Deməli belə, gəldim, afırmut elədim. Poçsa da ödənişimi elədim, növbəmi də götürdüm. Rovunu qarşımda 660 maşın var. Harsa sabah birisi günü gün ortazar yəqin ki oturetim çatar. İkinci gün keçərəm, üçüncü gün də boşaldaram. Belə maşını da saxladım burada. 2 gün burada dayanacaq. İndi gedim yemək zad yiyeyim. Sonra gəlim maşında telefonla zadla oynayayım, vaxt geçsin. Tır şoferin günü belədir. Növbələrdə sürüyür. Yol az sürürük, çox növbə dayanırıq. İnşallah ki, yaxşı olar, əla işləyərlər. Yəni, bir sütkayla qutara bilərlər, yaxşı işləsələr. Hər şey ola bilər. Hər kəsə salam. Düz, bu olar ki, sütkada buradayam. Növbəm indi çatdı, peçat verdiler. İndi yavaş-yavaş tərpənəcəm, söyləki Jivoy 37 dayanacaq növbədə. Belə peçat verilir. Göy peçat verilen sonra gedə bilərsin. Görək. Girək gömrüyü keçək, ondan sonra bir boşaltma adresimiz haradır. Danışaq göndərsinlər. Jivoy növbədəyəm. Qabağında arası 8 dənə maşın var. Dayanmışdım, bir nəfər yaxınlaşdı ki, Gürcüstanda nəsə qanun çıxıb, patpresdə heç nə olmaz deyir. Şəkil, nə bilim, nömrə, iqruşqa icazə vermirlər. Cərməliyirlər. 2000 lira idi, cərmə yazırlar. Bunları mən də söküm. Niyə? Heç zədən cərmə olunaq ki. Nə dərəcədə düzdür bilmirəm, yalan deməyim. Amma fakt cərməliyirlər. Qaqaş dediyinə görə. Hər dəfə bir qanun çıxmasa mümkün deyil də. Sağ olsun qaqaş gəldi. Kafedən görüb məni. Bunları yığım. Söhbət odur ki, mən familiyamı da çıxartmalıyam. Burada mənim familiyam var. Bəkirzadə yazılıb. Onu da çıxartmalıyam. Niyə belə bir şey eləyiblər? Adama maraqlı gəlir. Bunu da göynədə çıxaracaq. Orada dilənçi də var. Pul yığmağa gəlib. Bezdi mi? Bir yaxda 20 dəfə qapımı döyüblər. Düz 3 saata yaxındır növbəm çatıb mənim. Gəlmişəm. Gömrüyün yoxlanışına girməmiş. Sistem işləmir, qalmışam burada. Bəlkə bir saat yarımda elə burada dayanmışam. Bir qabağında bir maşın var, yoxlanılıb o. O çıxa bilmir ki, mən girim onun yerinə. Sistem işləmir, format eləyə bilmirlər. Nəsə bir problem var, bilmirəm. O terminalla bura kompüterləri görmür bir-birlərini. Nə olur, nə məsələdir bilmirəm. Qismətdir valla. Görək başımıza nə gəlir. Bir dənə buranı keçim. Sonra Gürcüstan tərəfdə yemək yiyeyim. Ondan sonra gedim Tiflisə.
boşaltma yerində maşını saxlayayım. Axır ki neytrala girdik. Keçək Gürcistan gömrüyünə. Ora tez bazardır, orada heç maşından düşmürsən. Yəni keçək oradan. Sonra yemək yeyək, azmışam. Hər haçan mən video açıram, mənə zəng gəlir. Mən başa düşə bilmirəm də, valla. Bilməm, indi orada Georgia yazı görsən, yoxsa yox. Bayraq zad oradadır. Burada da biraz sıra var. Dayanaq. Görək nə olur. Gəldim, burada sığortamı da aldım. Nömrəmə də kontrol burada, pulumu da dəyişdim. Yəni sığorta almış burada yola getməzlər. Şimdi bax orada pul alırsan, sığorta alırsan 15 günlük alırız da biz 74'lərə. Sonra orada da kontrolda vurdum. Burada kafedə biz yemək yeməyəcəm, gedim Stayankada yeyəcəm. Tərpənək 50 km, 55 km yol gedəcək. Gedək Stayankada yemək yeyək. Ondan sonra axşamda gecə də boşaltma yerinə gedəcəm. Rustavidəyəm, gedirəm yavaş-yavaş. Dedim buranı çəkim. Gürcistan bayrağını. Və qabaqdan bilmirəm nədir o, yuxarıya yaşıl projektor qoşublar. Gedirik xırda-xırda. Buranın yolları elə ki, ancaq dağlıq yerlərdən gəlirəm deyə. Ancaq 30-40 belə sürürsən. Burada 2 dənə at heykəli var. Bilmirəm, kamerada bunlar başa ilə görsənir. Yoxsa yox. Buranın yer, Gürcistan ümumiyyətlə çox gözəl yerdir. İnşallah gedək boşaltma yerinə. Sonra çıxaq, biraz Tiflisdə gəzək, yeməyə bir yer axtaraq, tapaq, yemək yeyək. Acam. Hə, bu deyəsən Sokarın yanından imiş projektor. Yuxarı düz işıq var, yaşıl rəngdə. Gəldim, Stayankaya çatdım. Çox acam. Gedib burada kafe axtarına qədər gəlmir, rahat yiyim burada. 4-8 km fərq eləyir. Yəni buradan çıxıb gedərəm boşaltma yerinə. Yemək zad yiyim. Saxladım burada. Bura İlqarın parkı deyirlər. O səfər də bura gəlib saxlamışdım. Orada da kafe var. Bunların qabağında da kafe var. Axşamımız xeyir daha. Neçə gündür deyirəm, mənə konum atın. Mestipolajini atın. Atmırlar. İndi atıblar, səhv atıblar. Gəlmişəm, girmişəm bura. İtlər bir yandan ayağımı yemişdilər az qala. Vallahi nə bilim, indi təzədən konum atıblar. 35 kilometr başqa ərazi. İndi ora gedirəm. Mən başa düşə bilmirəm də. Özdə bayaq Stayankadan çıxdım. Bura 7 kilometr gəlmişəm də. O Stayankadan o tərəfə imiş. İndi təzədən gedəcəm o tərəfə. Belə bir şeydir. Tiflisin mən bildiyim qədərilə 3 dənə girişi çıxışı var. Bir gömrük tərəfə deyək girişi çıxışı, bir ortadan, bir də Batumiyə gedən tərəfdən çıxışı. Elə bir ki, bunlar mənə atıblar ortadan giriş, amma ortadan giriş deyilmiş. Gedirəm Batumiyə tərəf, Abiyezdnoydan girəcəm içəriyə. Yolun ortasında maşın saxlayıb gedib. Yəni belə də olmalıdır da. Anlam verə bilmirəm də, valla belə durumlar olanda. Qatar yolu var, yadımdan çıxmışdı. Nə problemlər yaşayacaq. Heç xoşlamıram da belə bir şeydə, valla. Konum atırsan, budur. Bura gedilməlidir. Qutardı getdi. Yoxsa ay başqadır, ay səhv atmışam. Belə bir şey yəni düzgün deyil. Düz olan bir şey deyil bu. Buradan təzədən qaydaq dala. Gedək körpüyə çıxaq, körpüdən gedək üzü Batum tərəfə. Oradan da
Təzədən yük boşaltma yerini tapaq. Axır gəldim, çatdım boşaltma yerinə və bir dənə dostumuz qarşıladı. Bax. O biri qapıdan bu qapıya qədər mənlə gəlir. Gəldik, çatdıq. Burada bir əmmamız var. Əmmamız da bilsiz nədir? Stupsiyanın salniki buraxır. Yəni mostun yağı diskə tökülür, bir də yanır, tüstülüyür. Yığdım, ustadan soruşdum. Dedi ki, mostun yağı buraxır. Salnik yəqin köhnəymiş. Ona görə başlayıb buraxmağa. İndi inşallah görək. Ya Türkiyədə ya da qaydında Azərbaycanda onu düzəltdirəcəm. Salnik dəyişməlidir. Düzü deyir, təhlükəli bir şey deyil. Çünki mostdan ora yağ çox getmir. Burası da yine sən deyir, Gürcüstanda perivallı yollar çoxdur, enişli qalxışlı yollar çoxdur. Ona görə ola bilər ki, deyir, qızıb, yağ başlayır qızmağa, tüsləməyə. Ona görə, çünki məndə maşında nakladka hissi gəlmir. Çünki mən tormozdan çox istifadə eləmirəm. Heç də belə Tiflis, Bakı Tiflis reysimiz də tamamlandı. Daha doğrusu Peter Tiflis. Bakıya qədər çəkmişim. Yəqin ki, bu vlog çox az olacaq. Yəni, vaxtı çox az olacaq. Eybi yoxdur. İnşallah bundan sonraki vlogumuz daha yaxşı olar. Bilirsiniz ki, mən videoları çəkirəm, özüm editləyirəm, özüm paylaşıram, yəni bütün hər şey özüm edirəm. Sizə də bir dənə abunə olmaq, çoxlu bəyənmək, paylaşmaq və rəy yazmaq düşür. Bunu mənə əsirgəməyin. Mən də bacardığım qədər daha çox videolar çəkib, daha çox videolar paylaşacağım. Və bu videonun altına nə sualınız varsa yazın. O sualların hamısına gələn videoda bir-bir cavab verəcəm. Nə bilmək istəyirsiniz tır haqqında, ümumiyyətlə hər bir şey haqqında məlumat verəcəm. Özdə müğayət olun. Hələlik sağ olun.